Yanvarın 16-sında ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş, Hindistanda siklərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq mövcud reallıqlar adlı beynəlxalq konfrans keçirilir. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Ramesh Singh Arora və digər rəsmilər, eləcə də Sikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanı olmuş şəxslər iştirak edirlər. Konfransda Hindistan hökumətinin siklərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrıseçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, irqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya və işgəncələrə qarşı konvensiya üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunacaq.